Bu reportaj həm də dünyaya bir çağırışdır. Xüsusən qərb dövlətlərinə, beynəlxalq təşkilatlara. Baxın, gözünüzü açın, yaxşı-yaxşı baxın. Görün ki, ermənilər, Ermənistan dövlətinin rəhbərləri Azərbaycanlılara qarşı hansı cinayəti törədiblər. Görməmək üçün xəyalınızın təxəyyülü olan bəhanələrinizi də bilirik. Və kim olduğunuz da bir daha üzünüzə deyilir. Necə ki, Ağdama diplomatların səfəri zamanı adlarınız bir-bir çəkilərək bəhanələriniz bütün dünyaya bəyan edildi. Qərəzdini də bir daha gördük, obyektiv olanını da. Sizdən fərqli olaraq 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat Ağdama səfər elədi. Onlar Ağdam-Xankəndi yolundakı son vəziyyətlə də elə yerindəcə tanış oldular. Ağdama səfər edən 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbiçiyə Ağdam-Xankəndi yolunun istifadəyə açıq olması barədə yerində məlumat verildi. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqlara bildirdi ki, tarixən geniş istifadə olunan bu yol Qarabağın dağlıq və aran hissələrini birləşdirir. Sovet İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə bu yola paralel şəkildə Xankəndiyə qədər uzanan dəmir yolu xətti də inşa edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin tapşırığı ilə görülən ilk iş yolların çəkilməsi olub. Bu yollar həm də Qarabağda ermənilərin yaşadığı ərazilər istiqamətində çəkilir. Rəsmi Bakı Ağdam-Xankəndi yolunu Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, sosial, iqtisadi və mədəni həyatına inteqrasiyasının tərkib hissəsi hesab edir. Yol yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə yanaşı, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat infrastruktur sisteminə çıxışını təmin edir. Qonaqlara məlumat verildi ki, Azərbaycan Qarabağdakı ermənilərə yüklərin çatdırılması üçün Füzuli-Şuşa yolunu da təklif edib. Lakin rəsmi Bakı Ağdam-Xankəndi yolundan istifadə ediləcəyini bəyan etdikdən sonra ermənilər həmin yolda beton sədlər qurmağa başladılar. Qarşı tərəf daha sonra Azərbaycanı güya yolları bağlamaqda ittiham etdi. Prezident İlham Əliyev əslində məhz Ermənistanın yolları blokladığını, Azərbaycanın isə avtomobil və dəmir yolları açdığını Şuşa Qlobal Media Forumunda da dünyanın diqqətinə çatdırdı. Bugün də onlar Ağdam-Əsgəran yolunda beton piltələr qoyublar. Biz sual verdik ki, nədən o ərzaq məhsulları digər ölkələrdən Qarabağa daşınmalı? Qarabağ Azərbaycandır, bəli. Bunu hamı tanıyıb, bəli. Buna etiraz edən var, xeyr. Nədən onda həmin o ərzaqlar digər ölkədən gəlməlidir? Bunun heç bir məntiqi yoxdur. Ancaq bu jesti qəbul etmək əvəzinə onlar beton piltələr qururlar. Yəni kim kimi blok edir, kim kimi blokadaya alır. Erməni azlığının hüquqları və təhlükəsizliyi bizim konstitusiyaya uyğun olaraq qorunacaqdır. Və biz buna Azərbaycanın ümumiyyətlə xoş niyyət digər məsələlərdə olduğu kimi burada da nümayiş etdiriləcəkdir. Ağdama səfər edən diplomatlara o da bildirildi ki, Ermənistanın Azərbaycanın bu xoşməramlı addımlarına cavab olaraq Qarabağda yaratdığı qondarma separatçı rejim vasitəsilə proseslərə mane olması iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlara və münasibətlərin normallaşdırılmasına mənfi təsir göstərir. Buna baxmayaraq, Azərbaycan iki ölkə arasında sülh müqaviləsi istiqamətində danışıqları və münasibətlərin beynəlxalq hüquq norma və prinsipləri əsasında normallaşdırılması prosesini dəstəkləyir. Eyni zamanda Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduqları və onların görüş üçün 2 dəfə Bakıya və Yevlaxa dəvət olunduqları xarici diplomatların diqqətinə çatdırıldı. Təəssüf ki, Ermənistan Qarabağdakı separatçı rejim vasitəsilə bu prosesi də mane olmağa çalışır. Xarici diplomatlar səfər çərçivəsində həmçinin Ağdam-Xankəndi yolu istiqamətində hərəkət etdilər. Xarici diplomatlar da onun şahidi oldular ki, Azərbaycan tərəfi Qarabağda yaşayan erməni əsilli vətəndaşlar üçün bu yoldan istifadə etməyə təklif etsə də, onun qarşı tərəf beton blokları qurmaqla bu yolun istifadəsində maneələr törədir. Onu da qeyd edək ki, Ağdama səfərlə bağlı dəvətə Fransa, İspaniya, Venezuela kimi ölkələr ümumiyyətlə reaksiya verməyiblər. Misir, Kuba, Türkmənistan, Hindistan, Moldova, Fələstin, Çili, Montenegro, Malaziya, Belarus, Yunanistan, Avstriya, Küveyt, Koreya, İordaniya, Niderland və Əlcəzairin diplomatik nümayəndələri müxtəlif səbəblərlə əlaqədar yaxud bəziləri heç bir səbəb bildirmədən səfərə qatılmayacaqlarını ifadə ediblər. Bu əslində onların Ağdama səfərdən deyil, həqiqəti görməkdən imtina etməsidir.
Səfərdə iştirak edən qonaqlar isə Ağdamda aparılan tikinti quruculuq işləri ilə tanış oldular. Səfərə dəvət edildiyim üçün təşəkkür edirəm. Səfərin davamını bu ərazilərdə inkişafı və yenidən qurma layihələrini görməyi səbirsizliklə gözləyirəm. İndiyə qədər gördüyüm və məni təsirləndirən layihələrdən biri də yol boyu əkilən ağaclardır. Səfərin yekunlaşmasını və bütün bu inkişafı görməyi səbirsizliklə gözləyirəm. Nəticədə mən gördüklərim barədə daha çox şərh verə biləcəm. Qeyd olundu ki, hazırda 960 şagirdlik Ağdam şəhər 1 saylı tam orta məktəbində də işlər davam etdirilir. Bundan başqa Ağdam Füzuli yolunun inşasına başlanılıb. Eyni zamanda 190 hektar ərazidə Ağdam Sənaye Parkı salınır. Rövşən İlyasov, Nicat Qasımov, Rüstəm Mikayılzadə, ASTV Xəbər.